Benim fikrime göre çok ağırlı olmak özü de problemdir. Yani mesela bir şeylerin farkına varmak, məsuliyyətinə varmaq, özünde hayatta çətinliklər var ve məsuliyyət tələb edən bir proseduradır. Yani o bir atasözü var ya ki, deyirlər, dəliyə hər gün toydur. Həqiqətən də elədir, çünki heç bir şeyin farkında deyil, heç bir məsuliyyətin farkında deyil, iş güc düşünməz, pul düşünməz, dərs düşünməz, heç bir şeydə. Yəni onun üstündə yəni öz keyfinə yaşayır istədiyi kimi. Heç bir məsuliyyət almaz, bir məsuliyyətin altına girməz. O zaten de o şəkildə deyilmişdir. Yəni düzdür, elə yaşayan adamlar da var. Ümumiyyətlə, yəni məsələn, adi tibbi videolar çəkirsən burada, o tibbi videolarda məlumatları öz zehnində saxlamaq üçün ara sıra təkrar etmək, məlumatları yeniləmək üçün yəni araşdırmalar etmək, araşdırmaların üstündə yenilərini gəlmək, hamısı yəni zehni yoran şeylərdir. Adi məsələn, yeni dil öyrənmək, bunlar da yəni zehni yoran və zehnə ağır təsir edən şeylərdir. Məsələn, mən də Alman dili öyrənim, ən ağır öyrənilən dillərdən biridir yəni. Yəni onda zehnə təsir edən, zehni yoran cəhətləri var filan, baş ağrıdan cəhətləri var. Yəni bu şəkildə. Yəni bu normaldır. Bunlar da var yəni. Bunlara demək istədim ki, bunlar da həyatın bir həqiqətidir yəni. Həyatda bunlar da var yəni. ChatGPT kimi, yeni texnologiyalar kimi bunlar da var yəni.